Salam, coğrafiya 9-cu sinif böyük summativ qiymətləndirmə nömrə 1 üzrə nümunəvi suallara baxırıq. Birinci sual. Şimali Amerikada relyef vahidlərinin qərbdən şərqə doğru düzgün ardıcıllıqla verdiyi sıranı müəyyən edin. Deməli, sahil sıra dağları, qayalı dağlar, böyük düzənliklər, Meksika yaylası verilir bizə A bəndində. Meksika yaylası bizə qaydanı pozur, çünki Meksika yaylası böyük düzənliklərdən qərb tərəfdə yerləşir. Mississippi balığı, qayalı dağlar, böyük düzənliklər, sahil sıra dağları, Mississippi balığı ümumiyyətlə şərq tərəfdə yerləşdiyi üçün qayda pozulub. C bəndində böyük hövzə, böyük düzənliklər, Meksika yaylası böyük düzənliklərdən qərb tərəfdə olmalıdır. Yenə burada qayda pozulub. D bəndində sahil sıra dağları, böyük hövzə, qayalı dağlar və böyük düzənliklər. Burada ardıcıllıq tamamilə doğrudur. Yəni düzgün cavab D bəndi olmalıdır. Y-də isə böyük hövzə sahillə qayalı dağların ortasında olması gərəkdiyi üçün qayda pozulub. İkinci sual. Dağın mütləq hündürlüyü 1090 metrdir. Kəsmə yüksəkliyi 100 metr olarsa, həmin dağın ətəyindən 480 metr hündürlükdəki nöqtə ilə zirvə arasından neçə horizontal keçirmək olar? Deməli, bizim dağımız yerləşir, 1090 metr hündürlüyündə yerləşir və ətək isə 480 metr hündürlükdə yerləşir. Yəni 610 metr hündürlük fərqi var. Kəsmə yüksəkliyimiz isə 100 metrdir. Bu da eləyir bizə cavab 6. Deməli, 6 horizontal keçirmək olar ətəyi ilə zirvəsi arasında. Sonra üçüncü sual. Xəritə sxemdə verilən çaylardan əsasən yay aylarında bol sulu olanları seçin. Deməli, 1 Amudərya çayıdır, 2 Volqadır, 3 Dunay, 4 Yansızı, 5 Kongo, 6 Parana çaylarıdır. Deməli, bu çaylardan Yansızı, Amudərya, Yansızı və Parana çayları yay aylarında bol su olur. 1, 4, 6 cavab B bəndində olmalıdır. 4 Musson iqlim vilayətində olduğu üçün yayda bol yağıntılar yağır, onun üçün bol suludur. Parana çayı subekvatorial iqlim qurşağında yerləşir. Subekvatorial iqlim qurşağında yağıntılar yayda yağdığı üçün onun üçün bol suludur. Bir Amudərya üçün isə yay aylarında buzlaqlar əridiyi üçün bol sulu hesab olunur. Sonra dördüncü sual. Şərqi Asiyada ilin dekabr, yanvar, fevral ayları üçün hakim küləklərin istiqamətini düzgün əks etdirən sxemi müəyyən edin. Bildiyimiz kimi Şərqi Asiya musson küləklərinin təsiri altındadır və musson küləkləri yayda okeandan quruya, qışda qurudan okeana əsir. Yəni dekabr, yanvar, fevral şimalda qış ayları olduğu üçün həmin musson küləkləri dekabr, yanvar, fevral aylarında qurudan okeana, yəni şərqdən qərbə doğru əsəcək. Şərqdən qərbə doğru əsəcək həmin küləklər. Küləklərin istiqaməti olacaq qərbdən şərqə doğru. Yəni burada düzgün cavab D bəndi olmalıdır. Əsasən küləklərin istiqaməti qərbdən şərqə doğrudur. Sonra Kiçik Qafqaz, Böyük Qafqaz və Kür tektonik zonalarına uyğun gələn relyef vahidləri müvafiq ardıcıllığını müəyyən edin. Deməli, Kiçik Qafqaz, Talış dağları düzdür Kiçik Qafqaz tektonik zonasında yerləşir. Qanıxəri çayı isə Kür tektonik zonasındadır, yəni burada qayda pozuldu. Qarabağ silsiləsi Kiçik Qafqazdadır, yan silsilə Böyük Qafqazdadır, Şollar düzü isə Ön Qafqaz tektonik çökməsindədir. Şərqi Göyçə dağları Kiçik Qafqaz, Şollar düzü artıq Ön Qafqaz tektonik çökməsindədir. Murovdağ silsiləsi Kiçik Qafqaz, Qobustan alçaq dağlığı Böyük Qafqaz, Qanıxəri çay vadisi Kür dağı çöklüyündədir. Yəni düzgün cavab burada D bəndi olmalıdır. Sonra 6-cı suala baxaq. Atmosfer təzyiqi sahələrinin il boyu yüksək, il boyu alçaq və fəsillərdən asılı olaraq dəyişdiyi əraziləri müvafiq ardıcıllığı. Deməli, atmosfer təzyiqi il boyu yüksək olduğu ərazilər əsasən tropik və qütb enlikləridir. Bizdə qütb enlikləri verilməyib, yüksək olduğu tropik enlikləri var. Yəni, yüksək olduğu enliklər 3, 5, 6 ola bilər. 3, 5, 6-da yüksək olduğu enlikləri misal göstəriliblər. 3, 5, 6, demək başlanğıc 3, 5 ya da 6-dan başlamalıdır. Yəni 3 və 5 ilə başlayan 2 ərazi və 2 variant var. Ya D ya da Y olmalıdır düzgün cavab. Sonra il boyu alçaq olmalıdır. İl boyu alçaq isə əsasən ekvatorial ya da mülayim olmalıdır. 3, 4 və 3, 1 var. İkisi də ola bilər əsasən.
3-4 və 5-1 var. Və fəsillərdən asılı olaraq dəyişən isə bu musson olmalıdır. Musson isə 2-dədir. Yəni 5, 1, 2. Düzgün cavab Y bəndi olmalıdır. Fəsildən asılı olaraq dəyişən ərazi musson ərazisidir. Sonra 7-ci sual. Ekvatordan eyni məsafədə şimal və cənub yarımkürələrində yerləşmiş A və B məntəqələrində Günəşin minimum düşmə bucağı 56,5 dərəcə olarsa, orta miqyaslı qlobusda bu məntəqələr arasındakı məsafəni hesablayın. Biraz çətin tipli məsələdir. Bunun üçün əsasən biz əvvəlcə minimum düşmə bucağının düşdüyünü bilməliyik. Yəni D minimum. Minimum düşmə bucağının düşdüyü D minimum bərabərdir. 90 çıxılsın Y çıxılsın 23,5 dərəcə şəklində olmalıdır. Bu da bizə deyilir ki, minimum düşmə bucağı da 56,5. Deməli, bu bərabərdir 56,5 dərəcəyə. İndi buradan tənlik kimi Y-ni tapsaq, 90 çıxılsın 23,5 eləyir bizə 66,5. Yəni 66,5 çıxılsın Y bərabərdir 56,5. Buradan da görürük ki, Y bərabərdir 10 dərəcə. Deməli, bizə deyilir ki, 10 şimal enliyi və 10 cənub enliyi. Yəni, biz arasındakı məsafəni tapmaq üçün 10 üstəgəl 10 eləməliyik. Yəni, 20 dərəcə aralarında dərəcə fərqi var. Biz bilirik ki, meridian üzərində 1 dərəcə bərabərdir 111 kilometrə. Onun üçün biz 20-ni vururuq 111-ə, bu da alınır bizdə 2220 kilometr. İndi bizə deyilir ki, orta miqyaslı qlobus. Orta miqyaslı qlobusun miqyası isə 1 bölünsün 50 milyondur. 1 bölünsün 50 milyondur orta miqyaslı qlobus. İndi bizə həqiqi məsafə var və miqyas var. Biz tapmalıyıq xəritədir. Yəni xəritədəki məsafə, yəni qlobusdakı məsafəni tapmalıyıq. Bunu tapmaq üçün isə biz 2220-ni bölməliyik miqyasa. Miqyasa da yəni 5 dənə sıfır silməliyik, çünki kilometr santimetr çevrəndə bu da eləyir 500. Yəni bölməliyik 500-ə, bu da bizə bərabərdir eləyir 4,44 santimetr. Yəni düzgün cavabımız olur A bəndi. 8-ci suala baxaq. Şimal yarımkürəsində tropik iqlim qurşağının pozulduğu ərazilər və bunun səbəbi. Əsasən şimal yarımkürəsində tropik iqlim qurşağının pozulduğu yerlər cənubi və cənub-şərqi Asiyadır. Bunun əsas səbəbi də mussonların təsiridir. Mussonların təsiri ilə həmin ərazidə tropik iqlim qurşağı pozulur və subekvator iqlim qurşağı araya daxil olur. Yəni düzgün cavab burada A bəndi olmalıdır. Sonra 9-cu suala baxaq. Deməli, sualda deyilir, Bakıda saat 5:23 dəqiqədir. Ondan cənub-qərbdə yerləşən yay gün dönümündə günəş şüalarının günorta 29,5 dərəcə bucaq altında düşdüyü, A məntəqəsində isə saat 21:47 dəqiqədir. A məntəqəsinin yerləşdiyi saat qurşağını və onun coğrafi koordinatlarını müəyyən edin. Yəni, biz burada həm vaxt fərqi verilib, həm düşmə bucağı verilib, həm də saat qurşağını tapmaq lazımdır. Yəni, biz əvvəlcə coğrafi enliyi tapaq, baxaq coğrafi enlikdən digərini hesablamadan cavab ala biləcəkmi? Deməli, bizə enliyi tapmaq üçün düşmə bucağı da var, zenitdə olduğu indi yay gün dönümü. Yay gün dönümündə də günəş şüalı 23,5 şimal enliyində zenitdədir. Bizim məntəqəmiz isə cənub yarımkürəsində yerləşir, çünki o 29,5 dərəcə bucaq yay gün dönümündə düşürsə, o məntəqə cənubda yerləşməlidir. Deməli, Y bərabərdir, coğrafi enlik, yəni Y bərabərdir, Z, yəni Z bizdə 23,5 yay gün dönümü gündə olduğu üçün 23,5 çıxılsın 90 çıxılsın düşmə bucağı. Düşmə bucağı da 29,5
5 dərəcədir. Bu da bizə bərabərdir 23,5 çıxılsın 60,5. Bu da bizim üçün bərabərdir 37 dərəcə. 37-dir. Mənfi 37 alınır. Deməli 37 dərəcə cənub enliyi. Bucaq mənfi ola bilməyəcəyi üçün 37 dərəcə cənub enliyi. 37 cənub enliyi bizə verilən məntəqə B bəndində verilir. Bir dənə cavab var. Yəni düzgün cavabımız onda B bəndidir. Digər vaxt fərqini hesablamaq ehtiyac yoxdur. Cavabımız alındı. Sonra 10-cu suala baxaq. Verilən iqlim diaqramına uyğun gələn regionlar. Verilən iqlim diaqramına uyğun gələn regionlar müəyyənləşdirməliyik biz. Burada. Deməli, birinci iqlim diaqramı bizə ekvatorial iqlim qoşan iqlim diaqramıdır. Çünki həm temperatur yüksəkdir, həm də yağıntılar çoxdur. İkinci, şimal subekvatorial iqlim diaqramıdır. Üçüncü isə tropik, şimal yarımkürəsinin tropik iqlim qoşanının diaqramıdır. Deməli, indi baxaq məntəqələrə. 1. Böyük Səhra, yəni tropik iqlim qurşağında yerləşir. 2. Cənubi Asiya, Hindistan yarımadası subekvatorialdır. 3. Əsasən 3 ekvatorialdır, ekvatorun keçdiyi ərazidir. Sonra 4 subekvatorialdır, 5 ekvatorialdır, 6 isə tropikdir. Ərəbistan yarımadası tropik iqlim qurşağında yerləşir. Deməli, ekvatoriala 3 və 5 olmalıdır. Ekvatoriala 3 və 5. Sonra subekvatoral, yəni ikinciyə 2 və 4. 3 və 5, 2 və 4. O biri isə 1 və 6. Yəni düzgün cavab bizdə Y bəndi olur. Sonra 11-ci suala baxaq. Şərqi Afrika tektonik sınma zonasında yerləşən göllər. Deməli, bilirik ki, biz Afrikanın şərq tərəfində sınma zonası var və həmin sınma zonasında qrabendə bir neçə göl yaranıb. Bunlar Tanganika gölü, Nyasa gölü və Rudolf gölüdür. Yəni düzgün cavab 2, 3, 6 olmalıdır. Bu da C bəndində verilib. Sonra donma müddəti daha çox olan çaylar qrupu. Deməli, donan çaylar lazımdır bizə. Dnepr, Yukon, Samur, Amazon. Samur, Amazon həmçinin Dnepr çayları əsasən donan çaylar deyil. Kür donan çay deyil. Sonra Volga donan çay deyil. Qaydanı pozdu. Ob, Mekong, Kolumbiya və İrvar donan çaylar deyil. Həmçinin Mekongda. Lena, Yenisey, Ob, Yukon isə Arktik ərazidə yerləşən əsasən donan çaylar qrupuna aiddir. Deməli, Y bənd düzgün cavab olmalıdır. Suvarmada praktiki olaraq istifadə edilməyən çaylar və bunun səbəbi əsasən suvarmada istifadə olunmayan çaylar soyuq ərazidən keçən çaylardır. Yəni orada kənd sərfi inkişaf etmədiyi üçün də onlardan suvarmağa ehtiyac olunur. Bizim üçün isə A bəndində ob və Yenisey aqroiqlim ehtiyatlarının məhdud olması, yəni temperaturun aşağı olması, aşağı olduğu üçün burada kənd sərfi inkişaf etmir. Yəni düzgün cavabımız A bəndi. Sonra Tanganika, Nyasa, Victoria, Rudolf gölü sahilində yerləşən ölkələri müvafiq ardıcıllıqla tapın deyilirdi bizə. Deməli, Afrikada yerləşən göllər verilib. Həmin göllərin hansı gölün sahilində hansı ölkənin yerləşdiyini müəyyənləşdirməliyik. Deməli, Tanganika gölünün sahilində yerləşir Burundi, Kongo Demokratik Respublikası, Tanzaniya və Zambiya. Nyasa gölünün ətrafında yerləşir Mozambik, Malawi və Tanzaniya. Victoria gölünün sahilində yerləşir Uganda, Tanzaniya və Kenya. Rudolf gölünün sahilində isə Kenya və Efiopiya yerləşir. Yəni düzgün cavab A bəndi olmalıdır. Sonra 15-ci sual. Cədvələ əsasən düzgün verilmiş sıranı seçin. Deməli, çayın adı verilib, mənsəbinin forması, mənsəbi, keçdiyi ölkə verilib bizə. Deməli, Mekong çayı delta əmələ gətirdiyi deyilib, düzdür. Cənub Çin dənizindən tökülür. Həmçinin Tayland və Vietnam. Deməli, bizdə birinci bənd doğrudur. İkinci bənd Orinoco delta yaradır. Atlantik okeanına tökülür. Kolumbiya və Venezuela'dan keçir. Bu da doğru fikirdir. Üçüncü sual. Parana estuar yaradır, düzdür. La Plata körfəzi tökülür, düzdür. Bolivya və Uruguay. Amma Parana çayı Boliviyadan keçmir. Onun üçün 3 səhvdir. Reyn çayı delta yaradır. Şimal dəniz tökülür, düzdür. Almaniya, İtaliya. Amma İtaliyadan
keçmir. Bu fikir, bu da səhvdir. 5. İravadi estuar yaradır. Andaman dənizi, Çin və Myanmar. Əsasın başlanğıcı Myanmardır. Çin ərazisindən keçmir. Onun üçün 5 də səhvdir. 6. Hind çayı delta yaradır. Ərəbistan dənizə tökülür. Hindistan Pakistandan keçir. Bəli, bu da doğrudur. Yəni düzgün cavab 1, 2, 6 A bəndi olmalıdır.